Ona görə yəni həqiqətən bu fitnədir, bağlayıb. Və sən hətta qayıtdığını bildirsən belə xeyri yoxdur yəni. Tövbə eləyib, harda eləyib? Kim eşidib onu? İkinci də onun tövbəsi gərək bildirirlər. Bəli, elan eləyir ki, bəli, mən bu fikirdeydim, o fikir səhvdir. Özdə hansı məsələdə tövbə eləyib? Onda axı bir dənə məsələ deyildi axı. Yəni, neçə dənə məsələ idi? Neçə dənə məsələ idi? Hansından tövbə eləyib? Nədən tövbə eləyib? O adam ki, xavarici fikirləri daşıyıb, indi hələm də daşımaqdadır, inanmırıq o dönüb, Allah bilir. Dönməkdə bir dəlil də yoxdur axı. Deyirlər. Çünki bir ara deyirdi ki, nədən tövbə eləyim? Bir ara deyirdi, deməmişəm, indi tövbə eləyib. Deməli, nəsə olub da, deməli, onun barədə nə deyilib, o düz idi. Və bu neçə illərdir. Ne üçün bunu uzatdı? Cəmaat bölündü, bəzi qardaşlar bilməyənlər bölündülər, qəlblərinə soyuqluq düşdü, aralarına soyuqluq düşdü. O qardaşlar ki, olayın yanında demişdi, nələrsə, əhl-i sünnə üsuluna müxalif mənhəclər demişdi, fikirlər söyləmişdi.